Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Su çərşənbəniz mübarək olsun. Fevral ayının 24-dür və Beynəlxalq Maliyyə Birjasında nələr baş verəcək? Yəni bildiyiniz kimi biz dünən yenidən Instagramda, Facebookda, YouTube'da və eləcə də Telegram siqnal kanalında qızılın qalxması haqqında proqnozları verdi və ilkin hədəf olaraq 5220'ləri nəzərə çatdırdı. Yəni eləcə də oldu, qiymət həmin nöqtəyə çatdı və traderlərin demək olar ki %100'ü, yəni milyonlarla izləyicilər həm Telegram kanalında, YouTube'da, Instagram'da, Facebook'da, yəni bütün sosial şəbəkələrdə olan traderlər bundan istifadə edədilər və gəlirlə bazardan çıxdılar və bunu biz 25 ildir bunu tək xalqım üçün, millətim üçün hər zaman edirəm. Yəni YouTube 2005-ci ildən yaranan və bizim roliklərimiz var orada və hər zaman, hər gün səhər saatlarında biz çalışırıq ki, hər zaman sizin üçün çalışaq və siz qazanasınız və bizim çəkdiyimiz bu əziyyət yalnız xalqımız, millətimiz üçündür və biz çalışırıq ki, yalnız siz yəni oturaq yerdə rahat bir gəlir əldə edə bilərsiniz, amma riskləri mütləq nəzərə alın. Və çalışarıq ki, hər zaman da sizə dəstək olaq. Və bildiyiniz kimi, bugün yerli saatın 19:00-da təlimlərimiz var. Təlimlərə qoşulmaq lazımdır, pulsuzdur, ödənişsizdir. Gəlin, super texniki analizdən siz də istifadə edin və siz də analizlərinizi mükəmməl dərəcədə yerinə getirin və gəlirlərlə bazardan çıxın. Keçək biz qızıla. Qızılda növbəti hədəflər. Biz dünən vurğuladıq 5220'lər, 5323'lər. Deməli, birinci hədəfi yoxladıq. Səhər saatlarında maksimum qalxandan sonra $100 dəyər itiri aşağı düşdü. Bu normal haldır. Sadəcə olaraq özünə yer edir və bugün səhər saatlarında biz siqnal kanalında siqnalları paylaşdıq və hazırki vəziyyətdə 5182'lərdən alışlardır, 5160'lardan isə satışlarda, 60'dan satışlar biraz təhlükəlidir. Əslində 5140'lara və 5055'lərə qədər düşmə ehtimalı var. Amma ki, yenə əhval-ruhiyyə yuxarıda, yəni alternativ senaryoda dedim ki, ehtiyatınızı əldən buraxmayasınız. Keçək biz Bitcoin'ə. Bitcoin'də alışlar 63.800'lər, satışlar isə 62.700'lərdir. Euro dolar, funt dolar cütlüyünə gəldidə isə euro dolar rəqabətə alışlar 1.179'lər, satışlar hələ ki demək, hələ ki yoxdur satışlar. Biz Telegram kanalında açıqlayarıq. Alışlar funtun dolar rəqabətə 1.3580'lərdir. Neftə gəldidə isə neft səhər saatlarında biraz dəyər itiri aşağı düşdü, amma əsas satışlar 71.35'lərdən gələcək. Belə əzizlərim, özünüzə yaxşı baxın. Telegram siqnal kanalından istifadə edin və hər gün səhər saatlarında 3, 5, 8, 10, 15, 20 siqnal alın və ticarət edin. Hələlik inşallah görüşmək ümidi ilə sağ olun.